Cəmiyyətimizin ən aktual mövzularından biri isə süni intellektdən istifadə ilə bağlıdır. İndi isə gəlin görək şəhər sakinləri süni intellektdən necə istifadə edir? İşimlə əlaqədar bəzən süni intellektdən daha çox məlumat toplamaq üçün istifadə edirəm. Biraz olar ki, yenə süni intellektdən istifadə edirəm, məlumatlandırım. Deməli biz universitet tələbələri olaraq bütün universitet tələbələri süni intellektdən çox geniş istifadə edir. O dərslər olsun, nə bilim, imtahan suallarına hazırlaşmaq filan onlardan istifadə edirik. Mən özüm çox şəkil falan düzəltmək, AI şəkilləri çox qəşəng düzəldir, onlardan istifadə edirəm. Mən süni intellektdən təqdimatımın hazırlanmasında istifadə edirəm. Bundan başqa da həyatda olan bəzi məlumatları axtarmaq üçün də süni intellektdən istifadə edirəm. Süni intellekt artıq həyatımızın bir hissəsinə çevrildi. Dərslərimizə tapşırıqlar zamanı olacaq kəməllər və idman barədə nə lazım olsa, süni intellekt zamanı hər şeyi həll edə bilirsiniz. Deməli biz dərslərdə çox vaxt slayd hazırlayırıq. Slaydların hazırlanması üçün çox vaxt süni intellekti istiyoruz. Amma bəzən bu məlumatlar yanlış da ola bilər də. Amma yenə də tez-tez tutduğumuz yer təbii ki süni intellekt.